Salam hörmətli FES izləyiciləri, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Müsalov. Bildiyiniz kimi hər həftə YouTube kanalımızda dərs izahları paylaşılır və bu izahlara gələn şərhləri nəzərə alaraq bu gün sizə Golemanın emosional intellekt nəzəriyyəsindən danışacağam. Goleman kimdir? Amerikalı psixoloq olan Goleman emosional intellektin həyatımızda və öyrənmə prosesində olan əhəmiyyətindən bizə danışır. Hətta bir çox yazdığı əsərlərdə bunu qeyd edir ki, emosional intellekt bizim vacib bildiyimiz IQ-dən daha önəmlidir. Əlbəttə ki, bunu biz bəzi hadisələrlə bugün sübut etməyə çalışacağıq və bu hadisələrin içərisində demək olar ki, Goleman özü birbaşa yer alır. Gəlin belə bir hadisə təsəvvür edək. New York şəhərində yağışlı günlərdən birində Goleman işdən evə qayıdarkən yorğun halda avtobus dayanacağında avtobus gözləyirmiş. Və dayanacaq da dolu olur insanlarla, təbii ki, yağışlı havadır və günün sonudur. Yəni hər kəs evə getmək üzrədir. Bu Golemanı daha da narahat eləyir ki, insanlar çoxdur, biz avtobusa daxil olmalıyıq və s. Yəni, qısacası Golemanın kefi olmur, məyus halda, yorğun halda avtobusa daxil olur. Və avtobusa daxil olan zaman orta yaşlı bir sürücü onu gülər üzlə qarşılayır. Bu da Golemanı əlbəttə ki, təsir edir və o da artıq əhval-ruhiyyəsinin dəyişdiyini hiss etməyə çalışır. Yəni, Goleman bunu bizə hiss etdirməyə çalışır ki, yəni yorğun olduğum, məyus olduğum halda həmin o sürücü ilə diyaloqdan sonra mən artıq özümü yaxşı hiss edirdim. Yəni, mən artıq yorğunluğumu hiss etmirdim, məyus deyildim. Necə ki, o gülər üzlə bizi qarşılayırdısa, biz də avtobusu elə eyni ilə gülər üzlə tərk edirdik. Yəni, emosional intellekt əslində elə bir şeydir ki, Goleman bax bunu da öz əsərlərində vurğuluyor ki, emosiyalar virus kimi yoluxucudur. Yəni, biz bir-birimizə əslində emosiyalarımızı bir növ ötürmüş oluruq. Elə bu hadisənin özündə də görürük ki, Golemanın yorğun və məyus olması necə dəyişir hadisənin gedişatında. Sürücü həmin o pozitiv aurasını Golemana da ötürmüş olur. Və bu hadisənin baş verdiyi dönəm elə bir dönəm idi ki, Goleman onsuz da bu mövzu üzərində araşdırmalar aparırdı və o emosional intellektin IQ-dən daha önəmli olmasını dəstəkləyirdi. Bu hadisə isə Golemanın fikirlərində daha qəti çıxış etməsinə səbəb olur. İndi isə gəlin IQ ilə emosional intellektin bir fərqinə baxaq. Yəni biz həmişə IQ-ni önəmli tuturuq. Deyirik ki, IQ səviyyəsini məsələn yüksəltmək lazımdır. IQ səviyyəsi bizim üçün mütləqdir. İşdə, karyerada, suallara cavab verərkən və s. Amma Goleman bunu bizə bir hadisə ilə, başqa bir hadisə ilə sübut edir ki, emosional intellekt olmasa biz IQ-müzdən onsuz da düzgün şəkildə istifadə edə bilmirik. Məsələn, iki insan olur, bunların adlarını qeyd edək. Payne və Met adlı iki insan eyni universitetdə təhsil alırlar. Onlar universiteti bitirdikdən sonra iş həyatına başlamaq üçün iş görüşmələrinə gedirlər. Yəni, iş axtarmağa çalışırlar. Bu iki insanın fərqi nədə olur? Payne adlı insan akademik nailiyyətləri yüksək olsa da, biraz özündən razı insan olur. Amma Met adlı digər insan isə özündən razı deyil. O özünü elə sadə şəkildə aparır, yəni emosional cəhətdən daha güclüdür. Amma onun nəticələri, yəni akademik nailiyyətləri orta səviyyədədir, Payne qədər yaxşı deyil. Bu iki insan iş görüşmələrinə daxil olandan sonra Met girdiyi iş görüşlərinin 99%-dən müsbət cavab alır. Amma Payne adlı insan isə baxmayaraq ki, onun akademik nailiyyətləri yüksək olub, o bu iş görüşmələrinin çoxsundan mənfi cavab alır. Baxın, Goleman bu hadisə ilə bizə göstərir ki, Met adlı bir şəxsin akademik nailiyyətləri yüksək olmasa da, o öz emosiyalarını düzgün qoruyub, düzgün idarə etdiyinə görə bu iş görüşmələrində uğur qazanır. Yəni, bizim yaşadığımız həyatda və yaxud karyeramızda, işimizdə uğurlu olmaq üçün emosional intellekt bizdə formalaşmalıdır. Əgər insan öz emosiyalarını tanımırsa, onlardan xəbərdar deyilsə, onları düzgün idarə edə bilmirsə, əlbəttə ki, bu zaman biz işimizdə də nöqsanlara yol verərik və artıq emosiyaları düzgün idarə etmədikdən sonra IQ də bizə lazımlı bir şey olmur. Bilirsiniz ki, IQ intellekti ölçən bir əmsaldır, amma yenə də
IQ varsa, biz onu düzgün işlədə bilməyimiz üçün əslində emosional intellektdən biraz asılıyıq. Əslində Goleman bu hər ikisini də dəstəkləyir. Yəni IQ-nu tam təkzib etmir ki, bu lazımsız bir şeydir. Onu qəbul edir əlbəttə hər kəs kimi. Sadəcə emosional intellektin önəmini daha çox bizə anlatmağa çalışır. Və hətta bu haqda da bir açıqlaması var ki, Golemana görə insan zəkası iki cür olur. Qeyd eləyək, siz də öz qeydlərinizi apara bilərsiniz. İnsan zəkası iki cür olur. Buna emosional və rasional zəka deyə bilərik. Emosional və rasional. Nə deməkdir bu? Bilirsiniz ki, emosional yəni insanın hissləri deməkdir. Rasional isə düzgün məntiqi düşüncə deməkdir. Düzgün, dəqiq, aydın düşünən insandır. Məsələn, ola bilər ki, yaxın bir yoldaşını, yaxın bir dostunu itirmiş bir insana rast gəlirik yolda və biz ondan keyf-əhval soruşuruq. Deyirik ki, indi necəsən, bəs indi işinə davam edirsənmi? Yəni artıq yaxşısanmı? Təbii ki, yaxın bir adamı itirdiyinə görə o əvvəl daha pis vəziyyətdə olub. Amma bunun üzərindən artıq bir müddət keçib. Artıq biz o sualı verəndə sən özünü necə hiss edirsən? Həmin insan bizə deyir ki, yaxşıyam, artıq mən özümü yaxşı hiss edirəm, işlərim də qaydasındadır. Amma bunu danışarkən onun gözləri dolur. Yəni istər-istəməz pis olur. O hadisələr yadına düşür. Goleman bizə deyir ki, onun işinə davam etməsi, onun işlərinin qaydasında getməsi onun rasional düşüncəsidir. O bunu düşünür. Amma onun gözünün dolması, bunu hiss etməsi öz içərisində, bu isə onun emosional zəkasıdır. Bax belə, ona görə də biz mütləq bunu nəzərə almalıyıq ki, yəni bizim işimiz nədir? Emosional intellekti şagirdlərimizə aşılayaq. Bunu onlarda formalaşdıraq. Bunu onlarda formalaşdırmaq üçün də düzgün istiqamət vermək lazımdır. Bəli, yəni biz emosiyalarımızı idarə edə bilməyəndən sonra akademik nailiyyətlərimiz nə qədər yüksək olursa olsun, biz əslində o qədər də uğurlu çıxış etmiş olmuruq. Daha sonra emosional intellekt haqqında əlavə məlumatlar verə bilərəm sizə. Emosional intellekt bizim irsiyyətimizdən asılı deyil. Yəni bu irsiyyətlə ötürülən bir şey deyil. O həyat boyu qazanılan, inkişaf etdirilən və dəyişən bir şeydir. Ona görə yəni bu barədə müəllim biraz təmkinli olmalıdır. Şagirdlərdə bunu formalaşdırmaq üçün də eynilə özümüz də buradakı qaydalara riayət etməliyik. Yəni sadəcə emosiyaların növlərini tanımaq emosional intellekt deyil. Emosional intellekt həm onları tanımaqdır, həm onları düzgün idarə etməkdir, həm də Golemanın bizə dediyi kimi bu emosiyaları bir-birimizə ötürə bilməkdir. Və bunun üçün də emosional intellekti formalaşdırmaq üçün burada 5 komponent var. Goleman bunların da önəmindən danışır və bildirir ki, bu komponentlər bir mərhələ kimi düşünməliyik ki, yavaş-yavaş, hissə-hissə formalaşmalıdır. Ən birinci komponent özünü dərkdir. Qeyd edirik, özünü dərk komponenti. Bu nə deməkdir? Yəni bəzən biz hisslərimizi keçiririk, amma o hisslərdən agah deyilik. Yəni mən nə hiss elədiyimi bilmirəm. Təbii ki, emosional zəkadan danışırıqsa biz emosiyanın növlərini də tanımalıyıq. Amma bunu bilək ki, yəni fərqi yoxdur. İstənilən növ emosiyadan burada söhbət gedir. Məsələn, sevinc də, kədər də, qəzəb də, qorxu da, həyəcan da, təcrüb də, bunlar hamısı emosiyalardır. Amma bəzən biz bunları yaşayırıq, amma nə yaşadığımızın fərqində deyilik. Məsələn, ola bilər də bəzən nəyəsə əsəbləşib bir davranış göstərərik. Amma hələ də xəbərimiz yoxdur ki, biz nəyəsə əsəbləşmişik deyə filan hərəkət elədik. Və yaxud yaxın bir dostumuz olar, bir yoldaş olar, bizim xətrimizə dəyər. Biz ona incidiyimizi, ondan küsdüyümüzü deməkdənsə, əksinə onunla yüksək səslə danışa bilərik, əsəbləşə bilərik. Amma verdiyimiz reaksiya düzgün deyil təbii ki. Ona görə insanlarda ən birinci özünü dərk komponentini formalaşdırmaq lazımdır. Çünki emosiyalarımızı düzgün tanımarıqsa, onları da düzgün idarə edə bilmərik. Yəni dərsliklərdə yazılan mənbələrdə bir kitab cümləsi var ki, özünü də yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Bəli, burada artıq mən düzgün nəticə çıxarıram. Mən başa düşürəm ki, nə nədən irəli gəlirmiş, hansı hiss necə yaşanırmış. Və bu barədə olan testləri siz necə tapa bilərsiniz? Mütləq baxacaqsınız ki, burada ya yönəldirici suallar olur, ya da müəllimin qoyduğu bəzi strategiyalar olur ki, müəllim şagirdində özünü dərk komponentini formalaşdırır.
Bunun üçün də sıfırdan başlamaq lazımdır. Yəni şagirdə emosiyalar nədir, onların hansı növləri var və sairə kimi məlumatlar veriləcək. Yəni nə vaxtsa testdə situasiya kimi gördükdə siz görsəniz ki, sıfırdan məlumat verilir, emosiyalar nədir, hansılardır, hansı hiss nəyə səbəb olur və s. bunun haqqında tanışlıq verirəmsə, deməli həmin şagirddə özünü dərk komponentini formalaşdırmağa çalışıram. İndi isə gəlirik ikinci komponentə. İkinci özünü idarə etmə adlanır. Özünü idarə etmə. Əlbəttə ki, indi biz emosiyalarımızı tanıyarıqsa, onlardan xəbərdar olarıqsa, növbəti addımda da onları düzgün idarə etməkdən söhbət gedəcəkdir. Çünki Goleman bax bunu bizə söylüyor ki, siz əgər özünüzü düzgün, istədiyiniz kimi, yaxşı şəkildə idarə etmək istəyirsinizsə, emosiyaları tanımalısınız. Məhz buna görə belə bir ardıcıllıq var. Yəni, emosional intellekt də insanda birdən-birə formalaşan bir şey deyil. Əvvəlcə özünü dərk, hissləri tanımaq, məlumatlanmaq, daha sonra isə özünü idarə etmə. Özünü idarə etmə haqqında isə mənbələrdə belə bir kitab cümləsi siz oxuya bilərsiniz ki, özünü idarə etmə keçirilən hisslərin rasional düşüncə ilə əlaqələnməsidir. Nədir rasional düşüncə? Əlbəttə ki, məntiqi olaraq düzgün qərar verməkdir, düzgün düşünmədir, aydın düşünmədir. Yəni, həmin hisslərimizi rasional düşüncə ilə köklədikdə insan özünü effektiv şəkildə, düzgün şəkildə idarə etməyi bacaracaqdır. Yəni, görürsünüz, hər bir komponentin əlbəttə ki, xüsusi bir əhəmiyyəti var, amma özünü idarə etmədə, məhz öz davranışlarımızda çox böyük rola malikdir. İndi isə danışaq özünü idarə etmə haqqında necə bir situasiyalar bizim qarşımıza çıxa bilər. Yəni bir hadisə baş verir, biz də həmin insana istiqamət verməyə çalışırıq ki, səncə sən düzmü elədin və yaxud başqa cür reaksiya versəydin olardımı? Yəni bir davranış yerinə yetirmirsən, amma onun düz və yaxud səhv olduğunu bilmirsən. Ona görə həmin insanı yönətmək üçün yönədici suallar verərək ona yaşadığı bu situasiyanı başa salmaq lazımdır. Necə ki, özünü dərkdə hələ mən hisslərin növləri haqqında, yəni sıfırdan məlumatlar verirdimsə, ona öyrədirdimsə, özünü idarə etmədə bunları necə istifadə etmək lazımdır, onun haqqında danışıb istiqamət verməliyəm. Məsələn, gəlin həyəcandan danışaq. İmtahana hazırlaşan bir tələbənin və yaxud şagirdin həyəcanından danışaq. Bəzən şagird mövzunu bilir, amma həyəcan hissi keçirdiyinə görə bildiklərini də səhv yazar. Və hələ o dərk eləmir ki, onun keçirdiyi hissin adı nədir? Niyə o bildiyi şeyləri səhv yazar? Biz ona sual verdikcə, məsələn, sən nə hiss keçirirsən, unudursanmı, yoxsa həyəcanlanırsan, özünü itirirsən mi? Bir müddət sonra o bunu başa düşür. Başa düşür ki, onun səhv etməsinə səbəb həyəcandır. Amma baxın, özünü təkcə bunu tanımaqla bəs etmir də. İkinci komponent də bizdə olmalıdır ki, özümüzü düzgün idarə edə bilək. Artıq həmin şagird bilir ki, bəli, məndə həyəcan var. Mən test işləyəndə, imtahanda həyəcanlanıram. Bunu necə aradan qaldırım? Məsələn, tələsmədən hər bir sualı 2 dəfə oxumaqla, çətin gördüyüm, anlamadığım sualı ən axıra saxlamaqla və s. Yəni, özünü idarə etmə komponenti məhz belə bir şeydir. İndi isə üçüncü komponentdən danışırıq. Bu motivasiyadır mənimlərim. Motivasiya haqqında biz ötən videolarımızda danışmışıq. Amma burada motivasiyanın önəmi nədən ibarətdir? Emosional intellektin digər vacib komponentlərindən biri də budur. Motivasiya bizə onu göstərir ki, əgər siz bir işi yerinə yetirirsinizsə, əgər siz uğurla məqsədinizə doğru addımlamaq istəyirsinizsə, mütləq motivasiyanız olmalıdır. Yəni, qarşınıza bir məqsəd qoymalısınız. Və bu məqsəd çox asan olarsa, biz yenə həvəsdən düşərik. Çox çətin olarsa, bu da bizi həvəsdən sala bilər. Ona görə belə bir deyim var, yorğanına görə ayağını uzat. Yəni, bacara biləcəyin bir şeyi qarşıma məqsəd kimi qoy. Mümkünsüz bir şeyi məqsəd kimi qoyma. Əlbəttə ki, motivasiyanın növlərindən də danışmalıyıq sizə. Motivasiya 2 cür olur. Daxili motivasiyamız var, bir də xarici motivasiyamız var. Bunların fərqi nədir? Xarici motivasiya bizə kənardan təsir edən insanların özüdür elə. Məsələn, bizə öyrənmə prosesində, həyatımızda, karyeramızda ən çox təsir edən kimlərdir?
Valideynlərimiz ola bilər, yaxın dostlarımız ola bilər, bizə öyrədən müəllimimiz ola bilər. Amma daxili motivasiya isə öz içərimizdən gələn həvəsimiz, istəyimiz, məqsədə doğru çalışmağımız və s. Bunun hansı daha önəmlidir? O haqda dəqiq bir şey deyə bilmərik. Bu insandan insana və yaxud hadisədən hadisəyə dəyişə bilər. Bəzən mənim daxili motivasiyam xaricdən gələn stimulları üstələyər, mən öz istədiyim məqsədə doğru ünvana doğru irəliləmiş olaram. Bəzən isə məni öyrədən müəllimim, valideynim, dostum mənə elə bir istiqamət verər ki, mən ondan tutunub yola çıxaram, yəni qarşıma bir məqsəd qoyaram. Yəni bunların arasında əslində seçim etmək doğru bir şey deyil, ikisi də önəmli faktordur. Hər ikisini nəzərə almaq lazımdır. Sadəcə qarşımıza məqsəd qoymaq dedikdə nəyi nəzərdə tuturuq? Bunu şagirdlərə açıq şəkildə bildirmək lazımdır, açıqlamaq lazımdır ki, yəni motivasiyasız bir işə siz girişirsinizsə, deməli orada problemlər yarana bilər, siz həvəsdən düşə bilərsiniz. Hətta biz bir müəllim kimi dərs keçmək üçün elə əvvəlcə motivasiya qurub sonra dərsə başlayırıq. Həmin o motivasiya sayəsində biz şagirdlərimizi təlim məqsədinə doğru aparıb çıxarırıq. Məsələn, necə olmalıdır? Motivasiyanı özümüzdə necə yaratmalıyıq biz? Çünki dedik ki, daxili motivasiya məhz bizdən asılıdır. Amma xarici motivasiya isə bizi əhatə edən insanlardan gələn bir şeydir. Daxili məndən asılıdırsa, mən burada bəzi strategiyalar yürütməliyəm ki, özümdə düzgün məqsəd seçim və özümü motivasiya edə bilim. Bunun üçün aktiv olmaq lazımdır. Ümumiyyətlə çalışmalıyıq ki, aktiv həyat tərzi keçirək. Əgər nədənsə xoşumuz gəlmirsə, ona mütləq bir alternativlər tapaq. Tutaq ki, mən gündəlik həyatımda aktiv olmaq istəyirəm. Tutaq ki, səhər çıxıb parkda bir qaçmaq lazımdır. Amma mənim xoşum gəlmir də qaçmaqdan. Başqa bir şey edə bilərəmmi? Əlbəttə ki, edərəm. Yürüyüşə çıxaram, vacib deyil ki, qaçım. Və yaxud başqa bir idman növü ilə məşğul olaram və s. Daha sonra məqsədimizi seçdikdə, yenə deyirəm, məqsəd elə bir şeydir ki, o real olmalıdır. Onu çox asan və yaxud çox çətin şəkildə, mümkünsüz şəkildə seçiriksə, bu bizi yarı yolda qoyacaq çox güman, bizi həvəsdən salacaq və s. Yəni, bax, belə strategiyalardan istifadə edərək biz öz motivasiyamızı artıra bilərik. İndi isə 4-cü komponentdən danışırıq. Bu, sosial məlumatlılıqdır. Bunu artıq yaxşı bilirsiniz, çünki bəzi mövzularda belə bir anlayışın adı çəkilib. Sosial məlumatlılıq, yəni empatiya qeyd edirik. Hər iki adda qarşınıza çıxa bilər. Məsələn, testlərdə sosial məlumatlılıq da yazıla bilər, empatiya da yazıla bilər. O qədər fərqi yoxdur bunların. Bəli, bu vacib komponentlərdən elə biridir. Sosial məlumatlılıq bəs nə deməkdir? Necə ki, biz özünü-dəkdə, öz keçirdiyimiz hisslərdən agah olurduq, xəbərdar olurduq, onları tanımağa çalışırdıq. Sosial məlumatlıqda bunu qarşıdakı insanlar üçün etməyimizdir. Empatiya bu deməkdir ki, qarşıdakı insanın nə hiss keçirdiyini sən də anlamağa çalışırsan, özünü onun yerinə qoyursan. Çünki emosional intellekt dediyimiz şey yalnız öz hisslərimizi tanıyıb, onu düzgün idarə etməklə bitmir. Çünki biz sosial həyat yaşayırıq. Yəni, zəmanə artıq elə bir zəmanədir ki, mümkün deyil sosial cəhətdən biz aktiv olmayaq. Ya öyrənmədə, ya işdə, təhsildə, ailədə. Hətta götürsək ki, tutaq ki, mən heç bir işlə məşğul deyiləm. Ailənin özündə belə mən sosial əlaqədə oluram. Ailə də kiçik bir cəmiyyətdir də. Ona görə şagirdlərimizdə empatiya hissini və bu düşüncəni formalaşdırmaq lazımdır. Bunun üçün də əlbəttə ki, yönəldici suallar bizim köməyimizə çatacaqdır. Məsələn, bir hadisə baş verir, iki dost arasında bir küsünlük yaranır, inciklik yaranır. Məsələn, biz artıq dosta belə bir sual verə bilərik ki, sən özünü necə hiss edirsən və səncə dostun özünü necə hiss edir? Sən onun yerində olsaydın necə reaksiya verərdin? Səncə o düz elədimi və s. Bax, bu cür suallar verməklə biz elə bir şeyə səbəb oluruq ki, şagird nəinki öz davranışını, hətta onun dostunun da davranışlarını analiz edib süzgəcdən keçirə bilir. Və danışırıq sonuncu komponentdən, 5-ci komponent olan münasibətlərin idarə olunması. Münasibətlərin idarə olunması necə bir şeydir?
Bunu isə ikinci komponentlə daha çox oxşadacağıq. Özünü idarə etmədən neynədik? Hisslərimizi tanıdıq əvvəlcə, özümüzü dərk etdik, sonra da onları düzgün şəkildə idarə etməyə başladıq. Münasibətlərin idarə olunması da bizim bu dördüncü komponentdə empatiyadan çıxardığımız nəticədir demək olar. Yəni biz qarşıdakı insanların yerinə özümüzü qoyduq, dostumuzun, tanışımızın, bizlə sosial əlaqədə olan insanın yerinə özümüzü qoyduq. O nə düşünür, o necə reaksiya verdi. İndi isə onu düzgün idarə etməyə çalışırıq. Aramızdakı münasibəti idarə edirik. Bax buna deyirlər emosional intellekt. Yəni sadəcə mən emosiyaların növlərini tanımaqla və yaxud onları düzgün idarə etməklə emosional intellektə sahib olmuram. Golemanın hekayəsini yada salın. Orada sürücü də iş görürdü də əslində. Onun üçün də günün sonudur. O da yorğun ola bilərdi. Amma o öz pozitivliyini qoruyub saxlayır. Hətta onun idarə etdiyi avtomobilə daxil olan insanlara da bunu ötürür. Bax, münasibətlərin idarə olunması bu deməkdir. Bir-birimizi onu ötürməyi bacarmaq. Burada əlbəttə ki, sosial bacarıqlar önə çəkilir. Məsələn, bizim aktiv dinləmə bacarığımızdır, verbal danışıb izah etmək bacarığımızdır və yaxud qeyri-verbal şəkildə ünsiyyət qurmaq bacarığımızdır, liderlik bacarığımız, insanları inandırmaq bacarığımız və s. Testlərdə siz bunları tapmaq üçün fikir verəcəksiniz ki, 4 ilə 5, yəni empatiya ilə münasibətlərin idarə olması bir-birinə bənzəyir deyə. Baxın ki, əgər qarşılıq varsa, yəni bu məsələdəki sırf münasibətlərin özündən söhbət gedirsə, siz bunu 5-ci komponent münasibətlərin idarə olunması götürəcəksiniz. Çünki qarşılıq var. Mən də ona eyni şey edirəm, o da mənə edir. Amma empatiyada mən etmirəm, mən özümü onun yerinə qoyuram ki, o düz eləyibmi, yoxsa səhv eləyibmi və yaxud başqa cür reaksiya verə bilərdimi. İndi isə bir şəkil ekrana çıxarırıq və bu şəkil az öncə danışdığımız həmin o yönəldici suallar haqqındadır. Bu yönəldici suallar nəyə xidmət edir? Bilin ki, yönəldici suallar həm sizin bu mövzunu yaxşı başa düşməyinizə kömək olacaq, həm də şagirdlərimizə bu komponentləri aşılamaq üçün yönəldici sualların rolu çox böyükdür. Məsələn, özünü dərkdən danışaq. Suallara fikir verin. Sən nə hiss edirsən? Bu hissi necə təsvir edərdin? Bu hiss sənin davranışına necə təsir edir? Bu davranışın səbəbi nədir? Bax, bu tipli suallar nəyə səbəb olacaq? Əlbəttə ki, mən öz hisslərimi analiz edirəm. Nə hiss keçirdim? Bu məni necə dəyişdi? Niyə belə etdim? Mən özümü dərk edəndən sonra özümü idarə etməyim daha asan başa gəlir də, düz deyilmi? Ona görə özünü idarə etmə mərhələsində isə oradan çıxardığım nəticələri başlayıram artıq düzgün şəkildə istifadə etməyə. Yəni, rasional düşüncəmlə onu tutuşturmağa, bir yerdə istifadə etməyə. Baxın, səncə baş verənlərə niyə belə reaksiya verdin? Başqa cür etmək olardımı? Ən doğru addım nə olardı? Yəni, sırf artıq davranışdan danışır. Testdə də bu iki komponenti səhv salmamaq üçün baxacaqsınız ki, birində məlumat verirəm, birində isə necə etsin? Bilin ki, özünü dərk, nə sualına cavab verir ki, keçirdiyin hiss nədir, nə baş verib? Amma özünü idarə etmə, necə sualına cavab verir ki, necə eləyim, necə aradan qaldıram, necə düzəldim və s. Motivasiya isə az öncə danışdığımız kimi bizim həvəsimizdir. Bizi həvəsə gətirən hər bir şey bizim üçün motivasiyadır. Yəni, onu analiz etmək lazımdır ki, məni həvəsə gətirən nələrdir? Nə olsa mən daha çox həvəslənirəm. Və yaxud çətin vəziyyətlərdə həvəsdən düşməmək üçün motivasiyanı necə qoruyub saxlayırsan? Başqa insanlar səni necə təsir edir, səni həvəsləndirə bilirmi? Və yaxud qoyduğun hədəflər sənə necə bir motivasiya verir? Bax, bu tipli suallar bizim motivasiya komponentimizin formalaşmasında kömək olacaqdır. Sosial məlumatlılıq, empatiya isə əlbəttə ki, empatiya yaradacaq sualların verilməsi ilə başa gələcək. Məsələn, dostun yerinə olsaydın nə edərdin? Səncə o nə düşünür? Səncə o nə hisslər keçirir? Səncə onun belə davranmasının səbəbi nədir? Görürsünüz, burada qarşılıq yoxdur. Yəni, 5-ci komponentə nəzərən, burada bir qarşılıq yoxdur. Mən ancaq onu düşünürəm, onun nə etdiyini. Amma 5-ci komponentdə münasibətlərin idarə olunmasında artıq aramızdakı məsələdir.
Bir-birimizi anladığımı, bir-birimizi dinlədikmi, qulaq asdıqmı? Daha sonra yoldaşımın haqlı olduğuna inandıra bildimmi mən? Və s. Bax, bu tipli suallar münasibətlərin idarə edilməsini bizdə formalaşdıracaq və bu danışdıqlarımızı kompleks şəkildə istifadə etmək bizdə emosional intellektin artıq formalaşdığını göstərəcək. Nə edirəm? Bunların hər biri ayrı-ayrı tək istifadə olunsa fayda vermir. Yəni, özünü dərk varsa, özünü idarə etmə yoxdursa, bu lazım deyil artıq. Hamısı olmalıdır. Yəni, ancaq öz hisslərimi bilirəm, idarə edirəm, emosional intellektim var demək deyil. Bunu insanlara da yansıtmaq lazımdır. Hətta baxın, münasibətləri idarə edəcək qədər bunu bacarmaq lazımdır ki, bu bizdə emosional intellekt kimi formalaşsın. Siz də mütləq yönəldici suallara daha diqqətlə baxın. Yəni deyirəm, mövzunu başa düşməkdə bu sizə kömək olacaq. Üstəgəl, şagirdlərə də ancaq belə tipli suallar vermək olar ki, onlar düşünsünlər, öz hisslərini analiz eləsinlər, nəticə çıxarsınlar və s. Başqa nə etmək olar? Emosional intellekti formalaşdırmaq üçün ancaq yönəldici suallar vermək lazımdır? Əlbəttə ki, yox. Biz çalışmalıyıq ki, şagirdlərə sualdan başqa öz fasilitatorluğumuzla kömək edək, düzgün istiqamət verə bilək, onları düzgün dəstəkləyək. Sinifdə dəstəkləyici mühit, təhlükəsiz mühit yaratmaqla. Təsəvvür edin ki, sinifdə dəstəkləyici mühit pozulur, təhlükəli mühitdir. Orada bu özünü dərk, özünü düzgün idarə etmə necə ola bilər ki? Burada bütün günü konfliktlər varsa, münasibətlərin idarə olunması necə ola bilər ki? Ona görə sinifdə mümkün qədər təhlükəsizliyi qoruyub saxlamaq lazımdır. Daha sonra şagirdləri qiymətləndirmə strategiyaları ilə müraciət etmək olar ki, özünü qiymətləndirmə üsulu ola bilər, qarşılıqlı qiymətləndirmə, yoldaş qiymətləndirilməsi ola bilər. Metaqognitiv bacarıqları formalaşdırmaq da buna ən böyük dəstəklərdən biridir. İnsanın, yəni şagirdin özünü refleksiya etməsi də burada inkişafa aparan bir şeydir. Yəni, bu saydığımız strategiyalar emosional intellekti şagirdlərdə formalaşdırmaq üçün olan üsullardan biridir. Yaxşı, bəs emosional intellekt ancaq şagirdə mi lazımdır? Xeyr. Bu, müəllimin özünə də lazımdır, həmin o şagirdin sinif yoldaşlarına da, valideynə də, digər insanlara da lazımdır. Yəni, emosional intellekti yaratdıqda biz bir nəfərə təsir eləmirik, bir çox insana təsir eləyirik. Üstəgəl də, emosional intellekt bizim akademik nailiyyətlərimizi də yüksəldir, özümüzə bir hədəf seçməyə, karyera qurmaqda da kömək olur. Yəni deyirəm, çünki biz özümüzü tanıyırıq, dərk eləyirik, özümüzü düzgün idarə eləyirik, motivasiya, həvəs yaradırıq, məqsəd qoyuruq, insanları da nəzərə alırıq, empatiya qura bilirik, üstəgəl də aramızdakı münasibətləri də, sosial bacarıqlarımızı da idarə edə bilirik. Baxın, əlbəttə ki, bu bacarıqlara sahib olsaq, istər öyrənmə prosesində, istər də karyerada, iş cəhətdən də biz irəliləyə bilərik. Bunun üçün də şagirdlərdə mütləq ünsiyyət qura bilmək bacarığı da formalaşdırılmalıdır. Yəni, nə qədər sinifdə müzakirə üsulları, tənqidi, məntiqi təfəkkürü inkişaf etdirəcək tapşırıqlar versək, o qədər yaxşıdır. Və ötən mövzularımızdan biri olan Dweck'in düşüncə tərzi nəzəriyyəsini də bura aid eləyə bilərik ki, məsələn, orada da var idi, həvəsdən düşməmək, inkişafa qapalı düşüncədə olmamaq. Əksinə orada öyrənmişdik ki, inkişafa qapalı düşüncəli olan bir şagirdi necə inkişafa açıq tipli şəklər gətirib çıxarmaq mümkündür. Və yaxud necə eləyək ki, şagirdlərimizi həvəsdən salmayaq və s. Orada danışılan strategiyalarda burada sizin köməyinizə çatacaq. Yəni, orada dediyimiz kimi şagirdə motivasiya veririk, həvəs veririk və s. Növbəti dəfə bu haqda test izahları da paylaşacağım və mümkün qədər testlər sizə qabaqcadan paylaşılacaq ki, bunlara da bizim WhatsApp statuslarımızda baxa bilərsiniz. Bunun üçün 055 527 25 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz ki, bizim ödənişsiz qruplarımız da var, ödənişsiz dərslərdən də yararlana bilərsiniz. Ödənişli qruplarımız da var, hər ay ödənişli qruplarımız da olur və hal-hazırda demək olar ki, sonuncu sıfırdan qrupumuz da açılmaq üzrədir.
Dərs haqqında, mövzu haqqında bir sualınız olsa mütləq videonun rəy bölməsində bildirin. Videomuzu bəyənib paylaşmağı unutmayın.